12-ci sualda birləşmə reaksiyası deyil. Reaksiyanın tamamını bəli bilmirsiniz, problem yoxdur. Birincidə alınır NH3, bunu bilirsiniz, sadə reaksiya çox yazmışıq. İkinci reaksiyada alınır H3PO4. Üçüncü reaksiyada alınır üzvü kimyada keçir HCO natrium. Sonra alınır natrium OH, üzərinə gəlsin H2. Birləşmə reaksiyasında nə olmalıydı? Alınan maddə tərəfdə biri olmalıydı. Deməli, D variantında artıq birləşmə deyil. Variantında da alınır kalsium karbon O3. Deməli, D variantı oldu. 13-cü sualda birləşmə reaksiyasını göstərin. Bir-bir yenə də yazırıq. Birincidə alınır gümüş üzərinə gəlsin dəmir NO3-dən 2 dənə. Yəni əvəz etmə reaksiyası oldu. Onsa başlanğıca görə də görə bilirsən ki, biri bəsit, biri mürəkkəbdirsə əvəz etmə reaksiyasıdır. C-də yenə də bəsit mürəkkəb dəmir mis əvəz edir. Bayaq buna aid məsələdə işlədik. 7-2 mürəkkəb maddədir, reaksiya daxil olacaq. Kənarla kənar, yəni dəmir xlor 2, bariumdan SO4 orta ilə orta birləşəcəkdir. D-də də fikir verirsən 2 mürəkkəb maddədir, yenə də kənardan kənar, orta ilə orta dəyişimi olacaqdır. B variantı natrium OH. Bu reaksiyaların hamısı keçiriləcəkdir. Sadəcə hələlik belə deyim, siz yazın, natrium OH oldu. Sonra necə? 14-cü sualda həm birləşmə, həm oksidaşma reduksiya tiplidir. Bunu bilməkdən ötürü indi yazırıq uşaqlar. Baxırıq bir-bir. Yəni qoy əvvəl mən izah edim, o birisini 15-cidə siz baxarsınız. Həm birləşmə deyirsə, bəri başdan gəlin birləşmələri seçək, ondan sonra ikinci mərhələsindən keçərik. A-nı çıxdım çünki birləşmə deyil. C-ni də çıxdım, birləşmə deyil. Yerdə qalanlar hamısı birləşmədir. Oksidləşmə, reduksiya tipli bu gün keçəcəyimiz dərs. Yəni, reaksiya zamanı o üstləri hesablayırdıq, oksidləşmə dərəcəsini. Bir-bir hesablayırıq. Hansı reaksiyada elementlərin oksidləşmə dərəcəsi dəyişirsə, həmin reaksiya oksidləşmə reduksiya tipli olur. Burada baxan kimi bilinir. Y variantına baxın. Oksigen tək vəziyyətdən, artıq tək vəziyyət deyən kimi element tək vəziyyətdə oksidləşmə dərəcəsi 0 olur. Yəni 0-dan keçir -2-yə. Yəni bir-bir hesablamasan da olar. Bax, təkdən keçəndə, dəmir OH2, dəmir OH3 olanda, misal üçün, bu tiplilərdə dəyişir avtomatik. Belə əgər görsəniz ki, o tipli fərqi seçə bilmirsiniz, onda bir-bir üstünü hesablayacaqsınız. 22-ci sualda NH4 xlor alınır burada. Birləşmə reaksiyası NH4 xlor. Sonra birləşmə. 24-cü. Bax, bu dəmirin paslanma reaksiyası uşaqlar. Dəmirin səthinin, dəmir OH3 alınır burada. Dəmir OH3 və bu birləşmə reaksiyası Y variantı. Neçə? 25-də. Yenə də həmin o dəmirin paslanma reaksiyasının davamıdır. Elə əslində dəmir OH2, H2, o dəmir OH2 o da paslanma reaksiyasıdır. Dəmir OH3 alınır və nəticədə də birləşmə reaksiyası baş verir D variantı. Sonra neçə? 33-cü reaksiyada. Birləşmə reaksiyasına aid deyil deyir. Birinci reaksiyanı yuxarıda yazmışdıq. Kalsium OH2 birləşmə reaksiyasıdır. B-ni də yazmışdıq elə B variantı. Natrium OH üzərinə gəlsin H2. Məsələn, C-də nitrat turşusu alınır. Y-də H2SO4 sulfatı alınır. D variantı mis karbon... Deməli, Y variantında mis OH CO3-dən 2 dənə malaktin alınma reaksiyasıdır. Sonra neçənci sual? 36-cıda. Burada diqqətli olsanız tapardınız uşaqlar. Baxın, hamısının içində oksigen var. Hamısının içində oksigen var və biz buna oksidlər deyirik. Deməli, bütün reaksiya məhsullarının aqreqat halı deyir, bu səhvdir. Çünki elə ada mis var, bərkdir. Metallı birləşmə bərkdir. Kimyəvi reaksiyanın tipi deyir, yəni baxırsan 3-cü parçalanma, birinci parçalanma, ikinci parçalanma deyil, yanmadır. Reaksiya məhsulları oksidlərə aid olması 36-da C variantıdır. Hamısı oksidlərə aiddir. Sonra 42-ci sualda reaksiyanın tipini göstərin. Dəmir oksigen su ilə reaksiya daxil olur. İndi bayaqlarım dedik. Dəmir OH3 birləşmə reaksiyası. Dəmir su ilə reaksiya girir, əvəz olunma. Bəsit maddə dəmir oksid üzərinə hidrogen alınacaqdır. Deməli, o birisi mübadilədir, bəli. Və sonuncu yenə də əvəz etmə. İkinci, dördüncü əvəz etmə oldu. Birinci birləşmə, o isə C variantı olacaqdır. Sonra 49-cu sualda neytrallaşma reaksiyasını yazmışdıq. Nə idi uşaqlar? Turşu və əsas konkret burada turşu əsas iştirak eləməlidir. Orada isə 3 və 4-cü H2SO4 kalium OH,
Kalium OH əsasdır. Kənardakılar turşu. 3-də 4-də neytrallaşma reaksiyasıdır. Sonra hətta belə bir xüsusi halı demişdik. Əslində xüsusi hal deyil, mübadiləni sadəcə özümüz elə yazmışdıq ki, yadda qalsın neytrallaşma. Tardıq buradan. 45-ci sualda. Hansı maddənin qarşılıqlı təsiri mübadilə? Deməli, dəyişmə, deməli, reaksiya girən maddələr ikisi də mürəkkəb olmalıdır. Bəli, D variantı sinqoksid və xlorid turşusu. Sinqo üzərinə gəl H xlor.